Paltaryanı düzəltdiyi müştərinin mənə müraciəti var. Deyir, ay usta, mən paltarları yuyub qurtarandan sonra istəyirəm bir də sıxım. Nə tər eləyim bilmirəm. Deyir, 5 il işlədirəm, amma xəbərim yoxdur. Bunu 5 il işlədib xəbəri olmayan, elci işlədən, paltaryanı olan hamıya göndərin, qayd eləyin, saxlayın, sizə də lazım olacaq. Getirin mətləbə. Saat 3-ün yarısı günorta. Deməli, nə edirsiniz? Paltaryanda, proqramlarda sıxma yoxdur sizdə, düzdür? Baxırsan yoxdur. Necə ki bu müştəridə yoxdur, sizdə də yoxdur. Palaskania Ojim var, yəni yaxalamaq və sıxmaq. Yaxalayır və sıxır verir. Bu var, amma tək sıxmaq yoxdur. Onun üçün nə edirsiniz? Paltaryanı yandırdınız, heç nəyə əl dəymirsiniz. Bir dənə Ojim proqramının knopkasını. Bir dəfə basırsan, 13 gəlir, sonra da bir dəfə start basırsan. Bunu ardıcılıq edirsən, bu olur sıxma. Paltaranı yudun, qutardın, bir dənə bunu elə 13 dəqiqə sıxıb verəcəksə. Yorumlarda heç olmasa bir dənə sağ oldan, çox sağ oldan yazın. Bu qədər sizi maarifləndirirəm. Dosta, tanışa göndərin, qayd edin, saxlayın ki, əlinizdə bir dənə normal nüsxəniz olsun. Həm də sizə faydalı bir məlumat. Özünüzə yaxşı baxın. Bir də follow eləməyi unutmayın, çünki çox faydalı videolarımız var. Follow eləsəz sizin qabağınıza onlar çıxacaq. Girib baxmağa ehtiyac yoxdur səhifəni. Follow eləsən o videolar sənin qabağına öz avtomatik çıxır. Özünüzə yaxşı baxın, sağ olun.